Azərbaycanda yaşamağa dəyərmi? Gəlin, yaxşı və pis tərəflərini tez bir zamanda nəzərdən keçirək. Yaxşı tərəfi yaşayış xərcləri. Bakıda kirayə və kommunal xərclər qərb şəhərlərindən, xüsusən də şəhər mərkəzindən kənarda xeyli ucuz ola bilər. Yemək, nəqliyyat, mobil internet üçün yaxşı dəyər əldə edirsiniz. Pis tərəfi maaşlar. Yerli əmək haqqları daha aşağıdır. Buna görə də əgər mən uzaqdan və ya qlobal bir işə götürəndən qazanmıramsa, qənaət etmək çətin ola bilər. Yaxşı tərəfi yemək. Kabablar, plov, dolma, nar təzə, ləzzətli və münasib qiymətədir. Üstəlik bütün gün çay mədəniyyəti var. Pis tərəfi dil. Azərbaycan dili əsas dildir. İngilis dili yayılır, amma hər yerdə deyil. Rus dili kömək edir. Əsasları öyrənsəm, gündəlik həyat daha asan olar. Yaxşı tərəfi təhlükəsizlik. Bakı təhlükəsiz, gəzməli və gecə saatlarına qədər canlı hiss olunur. Pis tərəfi bürokratiya. Sənədləşmə işləri yavaş ola bilər. Yaşayış icazələri, bank işləri və kirayələr üçün səbir və yerli köməkçi lazım ola bilər. Yaxşı tərəfi nəqliyyat. Bakı metrosu təmiz, ucuz və sadədir. Taksi çoxdur və münasib qiymətədir. Pis tərəfi Bakıdan kənarda ictimai nəqliyyat seyrəlir. Buna görə də şəhərlər arası səyahətlər planlaşdırma tələb edilir. Baxmayaraq ki, mənzərə buna dəyər. Yaxşı tərəfi təbiət. Xəzər dənizi, Qafqaz dağları, palçıq vulkanları, atəşpərəstlik məbədləri, həftə sonu səyahətləri vəhşi və unikaldır. Pis tərəfi iqlim. Yaylar isti keçir, qışlar mülayim, lakin küləklidir. Bakı küləklər şəhəri ləqəbini boş yerə almayın. Yaxşı tərəfi internet. Mobil internet sürətli və ucuzdur. Şəhərdə ev üçün optik internet yaxşılaşır. Rəqəmsal iş üçün əladır. Pis tərəfi hava keyfiyyəti və tıxaclar. Bakı tıxaclı və tozlu ola bilər. İşə gediş-gəliş strategiya tələb edir. Yaxşı tərəfi mədəniyyət və qonaqpərvərlik. Musiqi, xalçalar, festivallar, insanlar qonaqpərvərdir və xarici qruplar aktivdir. Pis tərəfi səhiyyə. Şəxsi klinikalar rutin müayinələr üçün yaxşıdır. Mürəkkəb müalicə üçün xaricə getmək lazım ola bilər. Nəticə, əgər mən uzaqdan işləyirəmsə və ya gəlir gətirirəmsə, təhlükəsizlik, aşağı xərclər və zəngin mədəniyyət istəyirəmsə, Azərbaycan, xüsusən də Bakı, qazancı ola bilər. Əgər yerli maaşlara güvənirəmsə, mükəmməl bürokratiya və ya çox mülayim hava istəyirəmsə, 2 dəfə düşünərəm. Bunu sınayardım. 3-6 aylıq sınaq üçün bəli. Bu, həyatıma uyğun olub olmadığını bilməyin ən yaxşı yolu.